Hürmetli şehit ataları, əziz şehit anaları, Allah Teala her bir qalan bağlarınız salamat eləsin. Gözünüzdə çıraq olsun qalan bağlarınız. Bir xaşım var sizdən həmişəki xaşlı bir xaşır olacaq sizin için. Bir dəqiqəli tutular, bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi də olmaq gerekir. Çok sağ olun, teşekkür ederim. Allah bağlarını saklasın, Allah sizden razı olsun. Hürmetli cemaat. Bugün Yasar balamızın anam günüdür. Yasar balamızın anam gününe yığışmışıq. Allah Teala onun yerini cennet eləsin. Allah bütün şəhidlərin yerini cennet eləsin. Bugün buradayıq. Şəhidlər Xiyabanında Yasar balamızın etrafında. Ona göre de bugün Yasar'ın atası solundadır, anası sağındadır. Onun karşısında Şamaxı rayonunun hürmetli Axundi onun karşısındadır. Onun karşısında Şamaxı rayonunun her bir iznatları olan karşımızdadır. Şamaxı rayonunun bu işe bakan üzere Söylen Müdürü Hürmetli Celal Müəllim yanımızdadır. Kuşçu Kent İcra Nümayəndəsinin sədri Hürmetli Buqar Müəllim buradadır. Kuşçu Kent Belediyesi'nin sədri kardeşin adı Həbib kardeş buradadır. Hamınız buradasınız. Allah hamımızdan razı olsun. Allah hamımıza güzel günler kısmet etsin bu bağlarımızın sayesinde. Bəli, Allah dövlətimizi, millətimizi qorusun. Allah hər birinizə də təşəkkür edirəm. Allah cəm yenə şəhidlərimizə də rəhmət eləsin, ruhları şad olsun. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdi axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam. Vətənimin havasına. Cismim köçüb bu həyatdan. Ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb. Kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Qarabağ dağlarında çiçək olub atıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam. Yerim cənnət. Nə olsun ki cismim köçüb bu həyatdan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Necə ki xalq şəhidinə qoyur hörmət. Demək unudulmamışam. Demək hələ yaşayıram. Ağzının yeri cənnətdir. Hər zaman Qarabağa gedəndə də valla adamın əti biz borcludur. Hər bir qarış torpaqdan ötürü bir can verdik. Allah cəmşədlərimizə rəhmət edin. Qarşıdan da Suqovuşanın azadlığı günü gəlir. O Suqovuşan üçün ki bu oğullar canlarından keçdilər. Allah hər birinin məqamını ceylir. Birbirimizi gözəl eşitdik. Allah Teala gələcək günlərinizi xoşbaxt eləsin. Hürmetli Şamaxı cəmaatı, əziz şəhid ataları, hürmetli şəhid anaları. Allah Teala qalan bağlarınızı sizə gözünüzdə çıraq eləsin. Allah Teala sizi xoşbaxt eləsin. Hürmetli olasın. Üçünüz aban olsun ama bir xaşım var sizden ki buradan hamı Kuşçu kendine Əfqangilə orada bir istəyəm çay hazırlamaq, bir istəyəm çay için sonra Allah sabah diləsin. Çok sağ olun, təşəkkür edirəm hər birinizə.